Salam əziz şagirdlər, sizinlə birlikdə martın 1-də 2026-cı il 1 mart tarixində keçirilən təbiət fənni sınağının suallarına baxaq gəlin. Birinci sualda bizə maya göbələyinin xəmirdəki inkişafı ilə bağlı bir qrafik veriblər. Və biz bilirik ki, maya göbələyi şəkəri, yəni xəmirin içərisində olan şəkəri parçalayır, karbon qazı və eyni zamanda spirtə. İki cür maddə yaranır burada, karbon qazı və spirt. Və biz burada baxırıq ki, əgər şəkərli mühitdədirsə, şəkər parçalanırsa, demək şəkər azalmalıdır. Z olsun şəkər. Çünki qrafikdə azalan olaraq şəkəri görürük. Artan isə X ilə Y-dir, yəni ya karbon qazı X-dir, spirt Y-dir, ya da tərsinə fərq etməz. Spirt yazaq bura. Gəlin baxaq variantları. Bizdən yanlışı soruşur. Deyir ki, Y maddəsi bitkilər fotosintez nəticəsində hazırlaya bilər. Bilirik ki, bitkilər fotosintez nəticəsində oksigen qazı və şəkər hazırlayır. Şəkər və oksigen qazından birinin olduğuna baxmalıyıq Y üçün. Y üçün karbon qazı və yaxud da spirt yazdıq. Ona görə də bu cavab səhvdir elə. Yəni daha doğrusu səhvi soruşduq üçün doğru kimi götürək. Z maddəsini bitkilər fotosintez nəticəsində hazırlaya bilər. Z-i bəli şəkər olaraq hazırlaya bilər. Bu doğrudur. X maddəsi spirt ola bilər. Bayaq dedik bəli ya X spirt karbon qazı Y və yaxud da tərsinə ola bilər. Ona görə bu da doğrudur. Y maddəsindən bitkilər fotosintezdə istifadə edə bilər. Əgər Y maddəsi karbon qazı olsa, biz bilirik ki, karbon qazını bitkilər fotosintez zamanı istifadə edirlər. Ona görə də səhv olan variantımız A variantı olur. Daha sonra keçək ikinci sualımıza. İkinci sualda göstərilibdir qan damarları. Kiçik qan dövranında qanın keçdiyi A, B və C damarlarını göstəribdir. Kiçik qan dövranında yadımıza salaq. Demək, məqsəd nə idi? Ürəyin sağ tərəfindən, yəni sağ mədəciyindən karbon qazı ilə zəngin olan bir qan getməli idi ağciyərə. Orada oksigen alıb arterial qana keçməli idi, çevrilməli idi və təzədən vena damarı ilə qayıtmalı idi ürəyin sol qulaqcığına. Oxlara baxsaq, A-dan B-yə, B-dən C-yə göstərdiyi üçün demək ki, burada belə bir ardıcıllıq yaza bilərik. Məsələn, yaza bilərik A olsun bizim üçün ağciyər arteriyası. Arteriya yazaq bura. Yəni ağciyərə gedən arteriya. B damarımız olsun kapilyar. Ağciyərdəki kapilyar. C damarımız isə ağciyər venası olsun. Və bununla bağlı yenə bizdən yanlışları soruşur. Baxırıq ki, məsələn, yazıbdır C içərisində arterial qan axan vena damarı ola bilər. Demək, biz bilirik ki, vena damarıdırsa, bu ağciyərdən qayıdan vena damarıdır. İçərisində arterial qan gətirir, bu doğrudur. B-də yazılıbdır B, qanda qazlar mübadiləsinin baş verdiyi damar ola bilər, doğrudur, kapilyardır çünki. C-də də yazılıb A içərisində venoz qanı daşınan arteriya damarı ola bilər. Bəli, biz dedik ki, venoz qan aparılır ağciyər arteriyası ilə ağciyərlərə. Demək, bu da doğrudur. Gəlin D variantına da baxaq. D variantında da yazılıbdır ki, A damarı ilə mədəcik arasında taylı qapaqlar yerləşir. A damarı oldu bizim mədəcikdən çıxan ağciyər arteriyası. Mədəciklə istər ağciyər arteriyası olsun, istər böyük dövrana gedən aort olsun. Arasındakı damarlar ayparadır, taylı deyil. Ona görə də D variantı səhv olacaq. Üçüncü sualımızda yenə insan orqanizmi ilə bağlıdır. Cədvəldə 3 orqan sisteminə aid bəzi xüsusiyyətlər verilmişdir. Bu orqanlar sistemi ilə əlaqədar hansı fikir doğrudur deyir. Gəlin bir baxaq ki, görək hansı damar, hansı orqan, sistem hansı ola bilər. Yazılıbdır X orqanlar sisteminə döş boşluğundan da keçir, qarın boşluğundan da keçir, çanaq boşluğundan da keçir. Bu məsələn həzm sistemi ola bilər. Bura yazaq həzm sistemi. Keçdik Y-ə. Y qarın boşluğundan, bir də çanaq boşluğundan keçir. Qarın və çanaq boşluğundan keçirsə bu ifrazat sistemi olmuş ola bilər. İfrazat.
Z-də isə yazıbdır, yalnızca döş boşluğundan keçir. Bu da tənəffüs sistemimiz olmuş ola bilər. İndi variantları yoxlayaq və doğrunu axtarırıq biz buradan. A. Böyrəklər X sisteminə aid orqan ola bilər deyir. Böyrəklər bilirik ki, ifrazat sisteminin orqanıdır. Ona görə də X-i biz burada həzm sistemi kimi götürmüşdük axı. Ona görə də bu variant səhv olacaq. Keçdik B variantına. B variantında göstəribdir bizə ağciyərlər Y sisteminə deyir, aid olan orqan ola bilər. Ağciyərlər tənəffüs sisteminə aiddir. Biz isə tənəffüs sistemi kimi Z-i gördük. Y olmuşdu ifrazat sistemi. Ona görə də bu da səhvdir. Mədə Z sisteminə aid olan orqan ola bilər. Mədə həzm sisteminə aiddir. X-dədir həzm sistemi. Bu da səhvdir demək ki, Y D-də də deyir, qaraciyər X sisteminə aid orqan ola bilər. Qaraciyər bilirik ki, həzm sisteminə kömək edən, həzmə kömək edən bir vəzdir. Bu olmuş ola bilər. Tam olaraq əslində qaraciyər bir həzm sistemi orqanı sayılmır, bir vəzdir, xarici sekresiya vəzdir. Amma dərsliyimizdə bu barədə geniş məlumat verilmir. Yalnızca həzm sisteminin bir işini gördüyü yazıldığı üçün ona görə həzm sisteminə aid götürə bilərik. Sonra keçdik 4-cü suala. 4-də göstəribdir torpaq çirklənməsinin səbəblərini. Belə testlərdə yadınızdan çıxartmayın, səbəb və nəticəni ayırt etməyiniz vacibdir. Çünki səbəb və nəticə eyni olmur heç vaxt. Məsələn, baxsaq ki, torpaq çirklənməsində torpaqda yaşayan canlılar zərər görür. Bu nəticədir. Çünki əvvəlcə torpaq çirklənir, nəticədə canlılar zərər görür. Ona görə biri çıxıram, səbəb axtarıram. Çünki İkinci, əkinçilikdə süni gübrələrin istifadəsi. Əkinçilikdə süni gübrələr istifadə edilərək torpaq çirkləndirilibdir. Bu bir səbəbdir. 3-də yazılıb torpağın üst minbit qatının məhv olması və təbii mənzərəsinin dəyişməsi. Bu da bir nəticədir. Nəticədə bu baş verir. 4 isə sənaye tullantılarının ətraf mühitə atılması. Bu da bir səbəbdir. Atılıbdır deyə ətraf mühit, yəni belə deyək, torpaq çirklənibdir. Ona görə səbəblər oldu 2 və 4, 1 ilə 3 nəticələrdir çünki. Verilmiş xəstəliklərdən hansında yalnız əlamətlər müşahidə olunur? Biz bilirik ki, xəstəliyin bir simptomu var, bir də əlaməti. Simptom orqanizmin, məsələn, insan orqanizmi bir xəstəliyə yoluxarkən, bir xəstəliyi keçirərkən, əgər onun əlamətlərini kənardan kimsə görüb müşahidə edə bilirsə, bu o xəstəliyin əlamətidir. Məsələn, öskürür, kənardan kimsə hiss eləyir, görür, qızılçadır, səpibdir, görünür. Amma əgər xəstənin özünün hiss etdiyi, yəni başqa kənardan görünüb hiss olunmursa, buna simptom deyirik. Məsələn, baş ağrısı, əzəl ağrısı, halsızlıq, bunları kənardan görmürlər. İnsan özü bunu bilir. Və insanın yoluxduğu vərəm, qrip, zökəm kimi xəstəliklər həm əlamətlərə, həm də simptomlara sahibdir. Burada da deyir ki, hansında yalnız əlamətlər müşahidə olunur. Fuzarium bildiyimiz kimi insanda olmadığı üçün, göbələk xəstəliyi olduğu üçün bitkilərdə. Ona görə də fuzariumun əlamətlərini görə bilərik. Amma bu bir bitkidə baş verdiyi üçün bitki onun simptomlarını yaşayır deyə bilmərik. Yəni ona görə fuzarium olacaq cavabımız. Keçdik dövrədə, demək görürük ki, B və C lampaları ardıcıl qoşulubdur, A isə onlara paralel qoşulubdur və bizə deyir ki, düz olanları seçin, gəlin baxaq bir-bir hansısa düzdür. A xarab olsa B və C yanmağa davam edər. A-nın B və C-dən bilirik ki, asıllığı yoxdur. Çünki A ayrıca bir paraleldir, B və C onlara paraleldir. B xarab olsa C sönər, A yanmağa davam edər deyir. B xarab olsa C sönər həqiqətən, çünki bir xəttin üstündədirlər, ardıcıldılar. A-ya isə dəxli yoxdur, A davam edər yanmağa. Üstdə də yazıbdır, C xarab olsa A və B yanmağa davam edər. B xeyr yanmaz, çünki yenə deyirəm ardıcıldır B ilə C, A isə yanmağa davam edər. Ona görə 1 ilə 2 doğrudur, 3 yanlışdır. Deməli, 7-ci sualda müstəvi güzgü səthinə düşən şüanın düşmə bucağını 15 dərəcə artırdıqda düşən və qayıdan şüalar arasındakı bucaq 80 dərəcə oldu. Biz bilirik ki, düşən qayıdan şüalar bir-birinə bərabərdir. Düşənlə qayıdan birlikdə 80 dərəcədirsə, yalnızca deyək ki, düşən şüa onda 40 dərəcədir. 40 dərəcə isə 15 dərəcə artırdıqdan sonra olubdur.
onda biz artırmamışdan qabaq, yəni əvvəlki düşmə bucağını hesablayırıqsa, həmin 15-i çıxmalıyıq. Yəni 40-dan 15-i çıxacağıq, eləyəcək 25. Keçdik qida zənciri ilə bağlı olan suala. Deməli, burada bir şaxələndirmə var. Biz bilirik ki, təyin edici açardır bunlar. Bəli, xeyirdən istifadə edərək axtardıqlarımız. Məsələn, yazıbdır ki, produsentdir. Bəli deyirsə, mütləq bu bir bitki və yaxud da hansısa fotosintez edən canlıdır. Məsələn, X üçün variantlara baxaq. Yazıbdır ki, X-də omnivordur. X üçün. Biz də bildik ki, əgər produsentə bəli yazıbdırsa, bu bir produsent olmalıydı da, omnivor necə olsun ki, elə cavab C variantı olacaq. O birisləri də yoxlaya bilərik. Xeyir deyibdir və birinə ikinci, birinə də birinci dərəcəli konsumentdir yazıbdır. Və belə çıxır ki, birinci dərəcəli konsument herbivordur. Y həqiqətən yazılıb herbivordur, yəni bitki yeyəndir. Doğrudur. Z karnivor ola bilər. Bəli, ikinci dərəcəli konsument isə artıq bir karnivordur. Qida zəncirində enerji axını X, Y, Z istiqamətindədir. X produsent isə Y birinci dərəcəli konsument isə bəli, X, Y, Z istiqamətindədir. Enerji axını. 9-cu sualda göstərilibdir. Bərabər sürətlə hərəkət edən bir maşın. Ona demək hərəkət sol tərəfə istiqamətdədir. Eynən sola da 2 Newton qüvvə təsir edibdir. Amma onun əksi istiqamətinə 4 Newton qüvvə təsir edibdir. Demək ki, əksi istiqamətində daha çox qüvvə təsir edibdir. Əksi istiqamətində çox qüvvə təsir edəndə sürət azalan bir şeydir. Bəli, birinci düzdür. Sürət artmaz, bu getdi. Sürət dəyişməz də deyə bilmərik. Dəyişməz o vaxt deyərdik ki, eyni qədər iki tərəfdən də qüvvə təsir edərdi. Ondan sonra 4-cüdə yazılıb kinetik enerjisi azalar. Biz bilirik ki, sürət azalırsa kinetik enerji də azalır. Bəli. Kinetik enerji artar. Demək ki, bu da səhvdir. Cavab olacaq 1 ilə 4 cavabı. Keçdik 10-cu suala. Deməli, 1 kvadrat metr sahəsi olan bir günəş paneli 1 saniyədə 220 joule elektrik enerjisi hasil edir. Və 2 saniyədə bir televizor işləyəndə 140 joule enerji sərf edir. Əgər günəş paneli və televizor eyni anda 4 saniyə işləyərsə, artıq qalan enerjini tapın deyir. Məsələn, baxıram ki, 1 kvadrat metr sahədə bir günəş paneli 220 joule işləyibdirsə, onda 4 saniyədə 4 vurulsun, gəlin yazaq, aşağıdan yazaq elə, 4 vurulsun, 220 olacaq. Bu da bizə eləyəcək 880 joule enerji. Yəni, bu elektrik enerjisi, günəş panelinin yaratdığı elektrik enerjisinin ümumi miqdarı 4 saniyədə. İndi bizə deyir ki, bir televizor işləsə 2 saniyədə 140 joule. 2 saniyədə 140 jouledursa, 4 saniyədə təbii ki, 2 dəfə çox olacaq. X-i 2 dəfə çox götürsək, 280 edər bu bizə. Və ikisi eyni anda bu qədər, yəni 4 saniyə işləyəndə 880-dan 280-ni işlətmiş olacaq. Ona görə də qalacaq 600 joule enerji istifadə edilməmiş, artıq qalan enerji. Ona görə də cavab olacaq D variantı. Keçdik 11-ci suala. Burada oxları daha yaxşı görmək üçün yaxınlaşdıraq. Çünki ürəyin işi ilə bağlı suallarda mütləq qanın axışına fikir verməliyik. Məsələn, nə görürük? Bu P-dir, P hərfi ilə işarə edilibdir. Bu Q-dür, bu R-dir, bu da S-dir. P-də göstərilibdir ki, qulaqcıqlara qan gəlibdir. Demək, P qulaqcıqlara qanın gəldiyini göstərir. Ondan sonra axı qulaqcıqdan da keçməlidir mədəciyə. Demək, ikinci olmalıdır R. Qulaqcıqdan mədəciyə düşəndən sonra mədəcikdən qan damarlara vurulmalıdır. Yəni G. Ondan sonra da ürəyin içərisi boşalmalıdır. Burada S-də gördüyümüz kimi. Deməli, birinci oldu P. Sonra oldu R. R deyib S yazdım. R. Ondan sonra olmalıdır Q. Ondan sonra da S. P, R, G, S, A variantı olacaq cavabımız.
Verilmiş diaqramda X-in yerinə hansı bitkinin adını yazmaq olar? Demək, sporları yoxdur, toxumla çoxalır, suda da yaşamır, özdə çiçəksiz bitkidir. Təbii ki, bu iynəyarpaqlıdır. Çünki qıjı bir sporlu bitkidir. Burada yazıb sporları yoxdur. Hidrilla suda yaşayan bir bitkidir. Suda yaşamır yazılıbdır. Tülpan çiçəkli bitkidir. Burada çiçəksiz yazdığı üçün iynəyarpaqlı bitki götürəcəyik. Sonra baxırıq 13-ə. 13-də bizə göstəribdir menzurkada. Bunu silək. Menzurkada heç bir daş ora salınmamışdan qabaq suyun həcmini 25 təsəvvür edək. Amma suyu saldıqdan sonra gəlib olubdur 30. 30-a keçibdir. Deməli 30 çıx 25. Daşın həcmi olubdur 5. Həcm oldu 5. Bizə də deyir daşın sıxlığını hesablayaq. Kütləsini veribdir M 10 qram. Deməli M-imiz 10 qramdır. Həcm, yəni V olubdur 5 kub santimetr və yaxud da millilitr eynidir. Ona görə də orada sıxlıq rho bərabərdir M böl V olduğu üçün 10-u bölməliyik 5-ə. O da eləyər 2. 14-də təyin edici açarda X, Y, Z, F və Y-ni tapmaq lazımdır bizə. Xəzi varmı deyirsə, bu bir məməli heyvan olacaq. Burada variantlara baxıram, 3 dənəsində X-i məməli götürübdür. Onu gəlin D-ni çıxardaq. D-də Y yazıbdır çünki. Burada deməli belə. D getdi, D-yə Y-ə görə getdi. İndi bu biz variantlara baxırıq. Xeyir yoluna gəlsə, bura xeyirdir. Bəs deyir, lələkləri varmı? Bəli, yazılan yeri Y-dir. Y lələkləri olan bir quş ola bilər. Gəlin, baxaq, görək, quşun altına Y düşən hansıdır? Baxın, burada B variantıdır elə. Heç obislərə baxmağa ehtiyac yoxdur, amma baxaq. Ondan sonra keçibdir xeyir tərəfə. Bəs dərisi qurudurmu? Bəli, yazılıbdırsa bu quru dəri olacaq sürünənlərə. Demək ki, orada Z olacaq sürünən. Ondan sonra xeyir tərəfə gəldik. Pulcuğu varmı bəs deyir? Bəli, yazılıbdırsa pulcuğu olan bir balıq olacaq. F olacaq bir balıq. Onda olmayan isə Y olacaq bir amfibi. Ona görə də cavab B variantı olacaq. Sonra suyun hal çevrilməsi verilmişdir. Deməli, bu sual səhvlik var sualda. Yəni, düzgün cavablar yoxdur. Ona görə gəlin sadəcə baxaq. Niyə? Deməli, qazdan mayeyə keçmək var burada. Yazırıq bura qaz. Burada maye. Mayeyə keçəndə zərrəciklər arasındakı bir məsafə var idi qazlarda. Çox idi məsafə. İndi azalıbdır. Azalıbdır deyə sıxlıq artıbdır. Bu sıxlıq artıbdır düz fikirdir. Qazdan mayeyə keçmə buharlanma yox, əksinə kondensləşmədir. Biri çıxıram. Kondensasiyadır, bəli, bu düzdür. Buna da düz qoyaq. Zərrəciklər arası məsafə artdı mı? Xeyr, azaldı. Ona görə də bu da səhvdir. Yəni, düzgün cavab 2 ilə 3 olmalıdır. Elə bir variantı da verməyiblər. Ona görə sualda səhvlik var. Deyirik. Düz olan ifadələri seçindir. İsti havada su daha çox qızır və daha sürətlə buharlanır. Bu doğru. Bir doğru. Mayenin hava ilə təmas edən səthinin sahəsi nə qədər böyük olarsa, mayenin buharlanması sürətlənir. Bəli, bu doğrudur. Səth sahəsi böyüdükcə sürətlənir. Havada rütubət nə qədər yüksək olarsa, buharlanma bir qədər sürətli olar. Xeyr, havadakı rütubət buharlanmanı azaldır. Külək nə qədər güclü olarsa, buharlanma da bir o qədər sürətli olar. Bəli, küləkli hava quru havadır, rütubəti az olan havadır. Ona görə də 1, 2 və 4 düzgün ifadələrdir. Şagirdlərdən bekarçılıq olub şəkil çəkiblər bura. Deməli, keçdik 17-ciyə. Sıxurlarla bağlı sualda 17. Burada uyğunluğu istədiyi üçün doğru tərəfdə doğrunu seçməliyik. Doğrunun tərəfində doğrunu. Səhvin tərəfində də səhvi axtarmalıyıq. Yəni, doğruda doğru axtarılmalıdır. Səhvdə də səhv axtarılmalıdır. Gəlin bir baxaq. Baxırıq ki, maqmatik sıxurlar çökmə sıxurlara çevrilə bilməz deyir.
Maqmatik suxurlar bilirik ki, parçalandıqca təbii hadisələrlə, daşqın su və s. torpaqda dərin qatlara təzyiqlər nəticəsində təbii ki, çökmə suxurlara çevrilir. Bu səhv fikirdir. Buna minus qoyuram. Bu bizə lazım deyil. Yəni bunu çıxardırıq. Bircə dəqiqə. Bunu çıxartdıq. Pardon, bunu çıxartdıq. Hələ o birisini oxumamışıq. İkincidə deyir ki, maqmatik suxurlar yer səthində yaranan ən qədim suxurlardır. Bəli, bu doğrudur. Maqmatik suxurlar ən qədim suxurlardır. Çökmə suxurları ən geniş yayılan suxurlardır, amma maqmatik suxurlar ən qədim olan suxurlardır. İndi keçdik yanlış tərəfə. Maqmatik suxurlar yalnız vulkanın püskürməsi nəticəsində lavanın soyaraq bərkiməsinə yaranıb, püskürməsə də, yəni biz əslində bilirdik ki, maqmatik suxurlar həm yerin altında qalan lavanın qurumasından yaranır, həm də püskürüb çölə çıxan lavanın qurumasından, bərkiməsindən yaranır. Ona görə də yalnız, belə deyək, yalnız vulkan püskürməsi yox, püskürməsə də içəridə qalanlardan yarana bilər. Yəni bu səhvdir. Bizə də əslində səhv tərəfdə səhv axtarmaq lazım idi. 2 ilə 3 onda düzgün olacaq. Bunları götürə bilərik. Birisinə də baxaq. Obsidian maqmatik suxurlara aiddir. İkincidə istifadə olunur. Bu düzgündür, amma yanlış tərəfə yazılıbdır. Bizə lazım olmur. Ona görə cavab olur A variantı. Sonra keçdik 18-ci suala. Yağıntıların miqdarının çox olduğu ərazilərdə hansı aşınma növü daha sürətli ola bilməz? Baxın, biz demişik ki, quraqlıqla əlaqəli olaraq çox kəskin temperatur dəyişməsi, yəni birdən-birə çox yüksək temperatur və yaxud da çox aşağı temperatur fiziki aşınmaya səbəb olur. Amma bioloji və üzvü aşınma zaten hərəsi başqa variantda verilsə də eyni bir şeydir. Yağıntılar çoxaldıqca çürümə prosesləri də artdığı üçün bioloji aşınma sürətlənir. Eyni zamanda yağıntı ilə bağlı olan digər aşınma növümüz kimyəvi aşınma idi. O da sürətlənir. Sürətlənməyən, yəni sürətli ola bilməz fiziki aşınma növü. Hava elementləri deməli, bizə olacaq havanın elementlərini seçin. Biz bilirdik ki, hava hadisələri var, bir də hava elementləri var. Hava hadisələri deyəndə bizə aiddir temperaturla rütubət. Hava elementləri deyəndə yağıntılar, birbaşa havadan çökən və yaxud da yağan deyək də, havadan çökməyən yağan yağıntılar. Bizə də lazımdır elementlər, ona görə də götürəcəyik temperatur və rütubəti. Şəkildə, deməli, 20-də soruşur ki, modellə bağlı hansı fikir doğrudur, doğruları axtarırıq. Burada bir qarışıq nümunəsi verilibdir. Çünki 2 müxtəlif növ maddədən yaranıbdır. Biri boz rəngdə göstərilən, bir də qırmızı rəngdə göstərilən. Gəlin variantları yoxlayaq. Bu qarışıq yalnız eyni növ atomlardan təşkil olunub, xeyr, müxtəlif atomlardan təşkil olunub, rənglərdən də, ölçülərdən də görürsünüz. Bizə doğru lazımdır. Sonra deyir ki, qarışıq 2 müxtəlif növ elementdən ibarətdir. Baxırıq ki, bəli, əslində 2 fərqli maddələrdir. Hər birinin də tərkibində 2 atom olsa da eyni növ atomlardır. Eyni element atomlarıdır. Ona görə də belə götürəndə 2 növ maddə elə 2 cür atomdan da təşkil olunmuş, elementdən də təşkil olunmuş olur. Saf maddə modeli verilib, bu səhvdir. Təbii ki, saf deyil. Su buxarı və karbon qazı qarışıq ola bilər. Su buxarı 3 atomlu olduğu üçün, karbon qazı 3 atomlu olduğu üçün burada heç biri o modelə uyğun deyil. Buradakilər ancaq 2 atomlulardır. Ona görə cavab B variantı olacaq. 21-də göstərilibdir. 100 ml suda həll olan maddənin kütləsi 1,30, bir də 50 dərəcə temperaturda. Bizə də soruşur ki, 30 dərəcə Selsidə 200 qram suda 45 qram X maddəsi həll edilibdir. Gəlin yazaq. Deyir, bunu doymuş hala gətirmək üçün bizə nə qədər X maddəsi əlavə edilməlidir. Baxın, 30 dərəcəni seçək. Gəlin birinci, buradan 30 dərəcəni seçdik. 30 dərəcə bir temperaturda X maddəsi həll ola bilir maksimum 50. Görürsünüz, 50-dən artıq həll ola bilmir. 50-dirsə, bu 100 qramındadır. 100 qramında demək 50 həll ola bilər. Bizə də deyir ki, 200 qramında. 200 qramında da demək ki, 100 həll olurmuş. Həll olur, amma belə deyək, bu bizə deyir ki, 200-ə 45 əlavə ediblər, həll ediblər. 100 həll edə bilərlər də, düzdürmü? 45 əlavə edilib. Daha nə qədər əlavə edilə bilər? 100-dən də 45-ə çıxsam, demək ki, hələ 55 də əlavə edə bilərik. Doymuş hala gətirməkdən ötürü.
Sonra 22-də şəkildə sıxlığı təsvir edilmiş blok, dəmir blok verilibdir. Həcmi də 5 kub santimetrdir. Kütləsini soruşur bizdən. Gəlin yazaq. Məsələn, həcmi V bərabərdir 5 kub santimetr. Sıxlığı verilibdir 7,86. Bu ronun verilibdir qiyməti. Bizdən də soruşur nəyi? Kütləni. M bərabərdir rho və vurulsun V olduğu üçün. Gəlin bir hesablayaq. 5-i vurmalıyıq. 7,86-ya 5 vur 7,86. Bu da eləyir 39,3. Qiyməti, kütləsi yəni. 23-cü sualda nə göstəribdir bizə? Deməli, birinci maddə suyun 3 müxtəlif halı təsvir edilibdir. Birinci bərk haldır. Uşaq yazıb özü bərk. İkincidə maye, üçüncüdə də qaz halıdır. Və səhvləri soruşur bizdən. Gəlin səhvləri tapaq, axtaraq. Deməli, 1, 2, 3 istiqamətində zərrəciklərin sərbəst hərəkəti artır. Bu istiqamətə gəlmək üçün temperatur artırılır. Ona görə də bəli, zərrəcik hərəkətləri də artmış olur. Bu doğrudur. İkinci qabdakı maddə axıcılıq qabiliyyətinə malikdir. Biz bilirik ki, mayələrin axıcılıq qabiliyyəti var. Bu da doğrudur. C-də deyir, üçüncü qabdakı maddənin müəyyən forması və həcmi var. Qazların biz bilirik ki, müəyyən bir forması da yoxdur, müəyyən bir həcmi də yoxdur. Ona görə səhvdir. Birinci qabdakı zərrəciklər arasındakı cazibə qüvvəsi üçüncü qabdakindən güclüdür. Bu da doğrudur, çünki bərk halda daha yaxındır, nəinki qaz halında olan zərrəciklər bir-birinə. Keçdik 24-də. 24-də bizə deyir ki, hava ilə doldurulmuş şprisin ucu barmaqla hava çıxmayacaq şəkildə bağlanır. Sonra porşenin irəli sıxılır, aşağıdakı ifadələrdən düzgün olanları seçin. Deməli, burada əvvəl qazın o şprisin içindəki olan hava həcmi böyük idi. Sonra sıxıldıqca həcmi kiçilmiş olur. İndi gəlin baxaq, kütlədə heç bir dəyişiklik olmayacaq. Kütlə artır, azalır və sair kimi sözlər görəsək, onu əliyirik. Yazılıbdır, havanın kütləsi azalar, səhvdir. Artar, səhvdir. Hava zərrəcikləri arası məsafə azalar deyir. Əksinə biz gördük ki, burada hava zərrəcikləri bir-birinə yaxınlaşdı. Ona görə də hava zərrəcikləri məsafəsi hərdə azalar deyirsə düz deyir. Yaxınlaşdığı üçün məsafə azalmış oldu, doğrudur. Havanın sıxlığı da artdı ona görə bəli. Havanın sıxlığı azaldı mı? Xeyr. Ona görə də cavab A variantı olacaq. Və keçdik 25-ə. 25-də gəmidir. Demək, gəmidə əvvəlcə yük yoxdur, sonra yük əlavə ediblər ora və soruşur yenə bizdən düzgün olanları və yaxud da olanı tapın. Deməli, A deməyək, birdə gəmiyə təsir edən Arximed qüvvəsi dəyişməz yazır. Yük qoyduqca kütləsi artmış olur axı gəminin. Artıbdırsa o deməkdir ki, suya batan hissəsi çoxalacaq. Biz də bilirdik ki, cismin suya batan hissəsi çoxaldıqca Arximed qüvvəsi də artır. Ona görə də Arximed qüvvəsi dəyişməz fikri səhvdir. Buna minus qoyaq. Bunu silək bircə dəqiqə. Aha. Bu səhv oldu. Keçdik gəmiyə təsir edən Arximed qüvvəsi artar, bəli. Arximed qüvvəsi gəmiyə təsir edən Arximed qüvvəsi azalar, yox, artar dedik. Arximed qüvvəsi yük və gəminin ağırlıq qüvvələrinin cəminə bərabərdir. Biz bilirik ki, Arximed qüvvəsi nə qədər cisim suya batırsa, o qədər aşağıdan onu itələyən bir qüvvədir. Ona görə də həqiqətən də burada İkisinin, yəni yüklə gəminin birlikdə ağırlıq qüvvəsinin əksi qədərdir. Yəni cəminə bərabərdir. İstiqaməti əks olur, amma miqdarca eyni qədər qüvvə təsir etmiş olur. Arximed qüvvəsi yükün ağırlıq qüvvəsinə bərabərdir. Təkcə yükün deyənmərik, axırda gəmi də suya batıbdır. Ona görə bu səhv olacaq. 2 ilə 400 olacaq. Doğrudur. Sağ olun şagirdlər, hər birinizə uğurlar arzulayıram.